İlk öncə onu deyim ki, Divya kahvesini mənə izləyicim məsləhət görmüşdü. Bundan öncə Mehmet falan bu bütün kahvelərdən içmişdim, amma heç birinin dadı bunun kimi değildi. Bu qəhvə yanıq və acı dad vermir və mənim kimi şirinsiz qəhvə içə bilməyən insanlar şirini tam atıb şirinsiz, qəndsiz və yaxud yanında hər hansı bir şirniyyəsiz falan bu qəhvəni içə bilərlər. Qəhvəni açarkən əslində içində özünün qaşığı vardı, hansı ki bunu əgər kofe aparatınız varsa orada da dəmləyə bilərsiniz. Məndə təəssüf ki kofe aparatı yoxdur hələ ki, ona görə mən belə cəzbədə bunu dəmləyirəm. Bir stəkanlıq hazırlamaq istəyirsinizsə, o zaman 1 çay qaşığı, 2-3 istifadə edəcəksinizsə, hər yeni stəkana bir belə dolu çay qaşığı qəhvə əlavə etməyiniz kifayət edir. Mənim bu şirin stəkanımda mən bugün içəcəm. Ona görə də elə bu stəkanımın qədərində su əlavə edirəm. Normal otaq temperaturunda olan bir sudur. Bunu öncə qazın üstünə qoymadan öncə belə qəşəng qarışdırırıq ki, həll olsun. Və öncə biraz yüksək soda qoyuram. Belə bol-bol qarışdırıram. Və sonra biraz az soda qoyuram. Və qaşığı çəkirəm üstündən. Ancaq ara sıra yenə qaşığı baxın belə bu cürlə yavaş-yavaş qarışdırıram. O zaman görəcəksiniz üzərində köpüklər olacaq. O köpüklər tam yəni dağılmasın deyə yavaş-yavaş üstdən belə qarışdıracaqsınız ki, tez qəhvə dəmlənməsin, yəni tez yaxşı dəmlənsin, sraz qaynamasın da bildiniz necə. Bunu da az xırda qoyduq. Belə yavaş-yavaş salırıq və qarışdırırıq ki, onunla qaynama prosesini gecikdirək. O qəşəng dəmlənsin və köpürsün. Görürsünüz belə üstü necə köpürür. Baxın belə qaynamasını gecikdiririk. Yenə buradan salırıq bir kənardan. Köpükləri çox dağıtmamaq, qarışdırmamaq şərti ilə yavaş-yavaş. Necə ki yeməyi çox qarışdırsan ona qaynaması gecikir. Bu da eyni qaydada. Qəhvəmiz hazırdır. Elə ki gördünüz burada artıq buzuruklar yaranır və qaynamaq istəyir. O zaman o deməkdir ki qəhvə hazırdır.